Bismillahirrahmanirrahim. Gündəlik həyatımızda etdiyimiz ibadətlərə diqqət yetirin. Namaz qılanda insanlar bizi görür. Zəkat və sədəqə verəndə, həccə gedəndə mütləq kimsə buna şahid olur. Bu ibadətlərə riya, yəni göstəriş qarışa bilər. Amma oruc fərqlidir. Oruc insanın Rəbbi ilə arasında olan, heç kimin görə bilmədiyi tək və ən məhrəm sirdir. Siz qapını bağlayıb evdə tək olanda su içə bilərsiniz. Bunu heç kim bilməz. Amma içmirsiniz. Çünki bilirsiniz ki, o sizi görür. Məhz bu sirrə görə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Səhih Buxaridə qüdsi bir hədisi bizə belə çatdırır. Allah Teala buyurur: Adəm övladının etdiyi hər bir əməl özü üçündür. Savabı mələklər tərəfindən yazılır və bəllidir. Yalnız orucdan başqa. Oruc mənim üçündür və onun mükafatını birbaşa mən özüm verəcəyəm. Əziz və dəyərli izləyicilər, Rəhmanın şəxsən mükafatlandıracağı bu ibadəti zədələməmək üçün nələrə diqqət etməliyik? Bugün sizinlə həqiqi oruc ilə saxta oruc arasındakı incə cizgidən danışacağıq. Bugün sizə orucu bədəninə işgəncə vermək sanan və qızmar günəşin altında səssizcə dayanan bir səhabəyə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin verdiyi sarsıdıcı nəsihəti danışacağam. Oruclu halda yolda səfər edərkən ac qalanlarla orucunu pozanların qarşılaşdığı heyrətamiz ədalət tablosunu çəkəcəyəm. Və qiyamət günü məhşər meydanında susuzluqdan yanan insanların gözü önündə yalnız və yalnız oruclular üçün açılacaq o sirli Ər-Rəyyan qapısının müjdəsini verəcəyəm. Mədəniz ac ola bilər, amma ruhunuzu doyurmağa hazır olun. Orucun əsl fəlsəfəsi indi başlayır. Bəzən dindar insanlar olaraq elə düşünürük ki, ibadətdə nə qədər çox əziyyət çəksək, özümüzü nə qədər çox incitsək, Allah bizi bir o qədər çox sevər. Bəziləri oruc tutarkən özlərini cəmiyyətdən təcrid edir, hamı ilə əlaqəni kəsir, aqressivləşir və bunu imanın tələbi kimi görür. Lakin İslamın fəlsəfəsi tamamilə fərqlidir. Səhih Buxaridə qeyd olunan Əbu İsrailin hekayəsi oruclu olarkən ifrata varanlar üçün ən böyük xəbərdarlıqdır. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm məsciddə və ya açıq sahədə xütbə verirdi. Səhabələr də onu dinləyirdilər. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm uzaqda qızmar günəşin altında tam hərəkətsiz, ayaq üstə dayanmış bir adam gördü. Hər kəs kölgədə oturmuşdu, amma o adam israrla günəşin altında qovrulurdu. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm soruşdu: O adam kimdir və nə edir? Səhabələr dedilər: Ya Rəsulallah, o Əbu İsraildir. O Allaha and içib, nəzir edib ki, bugün oruc tutacaq, amma oruclu ikən əsla kölgəyə çəkməyəcək, əsla oturmayacaq, yəni ayaq üstə duracaq və heç kimlə bir kəlmə də olsa danışmayacaq. Təsəvvür edin, adam elə düşünür ki, oruc zamanı öz bədəninə işgəncə vermək, insanlarla əlaqəni kəsmək böyük bir savabdır. Kainatın ən mərhəmətli müəllimi olan Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu vəziyyəti görən də onu tərifləmədi. Maşallah, nə böyük imanı var demədi. Əksinə, İslamın balansını göstərən bu qəti əmri verdi. Gedin ona deyin ki, insanlarla danışsın, kölgəyə çəkilsin, yerə əyləşsin və sadəcə orucunu tamamlasın. Əziz izləyicilər, siz oruc tutarkən özünüzü ətrafınızdakılara yük etməyin. Allahın sizin ac qalaraq xəstələnməyiniz, əsəbi olaraq ailənizi incitməyinizə, özünüzü cəzalandırmağınıza heç bir ehtiyacı yoxdur. Oruc bədəni cəzalandırmaq sənəti deyil, ruhu tərbiyə etmək sənətidir. Normal həyatınıza davam edin, gülümsəyin, danışın, amma haramdan uzaq durun. Din asanlıqdır. Bu hədisdən də aydın olur ki, hədəf sadəcə fiziki aclıq deyil. İmam Əli əleyhissalam orucun mərtəbələrini bizim üçün o qədər gözəl izah edir ki, insan özünün hansı məqamda olduğunu dərhal anlayır. İmam Əli əleyhissalam buyurur: Oruc üç cürdür. Mədənin orucu yeməkdən və içməkdən çəkinməkdir. Bu sıradan insanların orucudur. Bədən üzvlərinin orucu dilin yalandan, gözün harama baxmaqdan, qulağın qeybət eşitməkdən qorunmasıdır. Bu daha üstün orucdur. Qəlbin orucu isə
qəlbi pis düşüncələrdən, kindən, nifrətdən və Allahdan başqa hər şeydən uzaq tutmaqdır. Və ən üstün oruc da elə budur. İmam Əli əleyhissalam əlavə edir, qəlbin pis düşüncələrdən oruc tutmağı, yəni təmizlənməsi, mədənin yeməkdən oruc tutmağından daha xeyirlidir. Ramazanda və ya hər hansı bir gün oruc tutduğunuzda qarşınıza sizi əsəbləşdirən bir adam çıxa bilər, sizi təhqir edə bilər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm o an üçün bizə polad kimi bir zireh öyrədib. Əgər sizdən biri orucludursa, pis söz danışmasın, qışqırıb dava etməsin, kimsə onu söyər və ya onunla dalaşmaq istəsə, ona sadəcə 2 dəfə belə desin: mən orucluyam, mən orucluyam. Bu söz qarşınızdakı adamdan çox sizin öz nəfsinizə bir xatırlatmadır. Mən hazırda Rəhmanın qonağıyam, sənin ucuz davanla o ziyafəti tərk edə bilmərəm. Bəzən dindar insanlar olaraq elə düşünürük ki, ibadət ancaq fərdi şəkildə ac qalmaqdır və başqasına kömək etməkdən daha üstündür. Amma Səhih Müslimdə keçən bu heyrətamiz hadisə bizə İslamın insanlığa necə də dəyər verdiyini göstərir. İsti bir yay günü idi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhabələri ilə birlikdə uzun və yorucu bir səfərə çıxmışdı. Səfərdə oruc tutmaq məcburiyyəti yoxdur. Yəni dinə görə icazə verilir ki, sonradan qəzasını tutasan. Buna görə də səhabələrin bir qismi çətinliyə dözərək oruclarına davam etdilər. Digər qismi isə səfər icazəsindən istifadə edib oruclarını açdılar, yəni yemək yedilər. Günorta vaxtı o qədər isti oldu ki, oruclu olanlar taqətdən düşdülər, bir çoxu huşunu itirərək kölgəyə sərildilər, yerlərindən tərpənə bilmədilər. Bəs oruclarını pozanlar, yəni yeyib içənlər nə etdilər? Onların enerjisi var idi. Onlar dərhal ayağa qalxdılar, çadırları qurdular, atlara və dəvələrə su verdilər, yemək hazırladılar və huşunu itirən oruclu qardaşlarına qulluq etdilər, onların üzünə su vurdular. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm tarixə qızıl hərflərlə yazılacaq o cümləni bəyan etdi. Vəhəbəl muftirunə əl-yevmə bil-əcr. Bu gün bütün savabı oruclu olmayanlar, yəni oruclarını pozub xidmət edənlər alıb apardılar. Allahu Əkbər. Görürsünüzmü? İnsanlara xidmət etmək, zəifə arxa durmaq, fiziki olaraq kömək göstərmək bəzən insanın fərdi nafilə ibadətindən və aclığından Allah qatında daha üstün və daha savablıdır. Oruc bədəni cəzalandırmaq sənəti deyil, ruhu tərbiyə etmək sənətidir. Normal həyatınıza davam edin, gülümseyin, danışın, amma haramdan uzaq durun. Din asanlıqdır. Ramazanda diqqət edəcəyimiz ən böyük əməllərdən biri də paylaşmaqdır. İnsan ac olanda, mədəsi boş olanda fəqirin, acın, kimsəsizin halını daha yaxşı anlayır. Böyük səhabə Abdullah ibn Abbas radiyallahu anhu Səhih Buxaridə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin Ramazandakı halını belə təsvir edir. Resulullah sallallahu aleyhi və alihi və səlləm onsuz da insanların ən cömərdi, yəni ən səxavətlisi, ən çox əl tutanı idi. Amma Ramazan ayı gələndə və Cəbrail əleyhissalam hər gecə onunla görüşüb Quranı oxuyanda Peyğəmbərin cömərdliyi əsəm bərəkətli bir küləyə, yəni Rihül Mürsəliyə bənziyərdi. Niyə məhz külək? Çünki rəhmət küləyi əsəndə varlı kasıb, yaxşı pis ayırmaz. Toxunduğu hər yeri sərinlədər, hər yerə yağış gətirər. Əziz izləyicilər, siz də oruclu olduğunuz bu günlərdə külək kimi olun. Süfrənizdəki yeməyi qonşunuzla paylaşın. Küçədə gördüyünüz ehtiyac sahibinə o əsən külək kimi toxunun. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: kim bir orucluya iftar verərsə, yəni onu yedizdirərsə, oruclunun savabından heç nə əskilmədən eyni savab o iftar verənə də yazılar. Oruc yalnız ac qalmaq ayı deyil, doydurmaq ayıdır. Yaxşı, bəs bütün bu aclığın, susuzluğun, nəfsi idarə etməyin axirətdəki qarşılığı nə olacaq? İnsanlar qızmar yay günlərində 15-16 saat susuz qalaraq oruc tuturlar. Bunun bədəli sadəcə bir savab ola bilərmi? Xeyr. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Səhih Buxaridə və Müslimdə bizə qiyamət gününün o dəhşətli səhnəsindən heyrətamiz bir mənzərə çəkir. O gün hər kəs susuzluqdan yanacaq. Məhşər meydanında dəhşətli bir istilik olacaq.
Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müjdəliyir. Cənnətin 8 qapısı vardır. O qapılardan birinin adı Ər-Rəyyandır. Rəyyan sözünün ərəbcə mənası susuzluğu yatdıran, suya doyduran, sərinlik verən deməkdir. Peyğəmbər davam edir. Qiyamət günü nida ediləcək, yəni səsləniləcək. Oruc tutanlar haradadır? Oruc tutanlar ayağa qalxsınlar. Onlar ayağa qalxacaqlar. Cənnətə bu Ər-Rəyyan qapısından yalnız və yalnız onlar daxil olacaqlar. Onlardan başqa heç kimin o qapıdan girməsinə icazə verilməyəcək. Və onlar içəri girəndən dərhal sonra o qapı bağlanacaq. Kim o qapıdan içəri girərsə, əbədi olaraq bir daha heç vaxt susamaz. Subhanallah. Təsəvvür edirsinizmi? Siz dünyada Allah üçün susuz qaldığınıza görə cənnətə hamının girdiyi ümumi qapıdan deyil, adınıza xüsusi olaraq hazırlanmış sərinlik qapısından girəcəksiniz. Bugün boğazınızın quruması, dodaqlarınızın çatlaması boşuna deyil. O quruyan dodaqlar qiyamət günü Ər-Rəyyan qapısının açarıdır. Orucun yorğunluğu gedər, amma Ər-Rəyyanın ləzzəti əbədi qalar. Gəlin bu dərsimizin xülasəsinə baxaq. Allah niyə bizdən mədəni boş saxlamağı istəyir? Quran-ı Kərim Bəqərə surəsində orucun fərz qılındığını bəyan etdikdən sonra məqsədi açıqlayır. Ləalləkum təttəqun. Yəni, bəlkə bununla siz təqvalı olasınız, Allahdan qorxasınız. Təqva nədir? Özünü idarə etməkdir. Sükana hakim olmaqdır. İnsan 11 ay boyu bədəninin nəfsinin köləsinə çevrilir. Nəfs nə istəyir, onu da yeyir. Nəfs hara istəyir, orada baxır. Amma Ramazan gələndə Allah insana bir poligon verir. Bax, siz otaqda tək olanda buz kimi su sizin qarşınızdadır. Siz onsuz yaşaya bilməzsiniz. Amma mənim əmrim olduğu üçün siz o suyu içmirsiniz. Deməli, siz güclüsünüz. Oruc sizə sübut edir ki, siz istəsəniz, içinizdəki heyvani hissləri durdura bilərsiniz. Siz o halal suyu Allah üçün tərk edə bilirsinizsə, deməli Ramazandan sonra o haram pulu, o haram baxışı da rahatlıqla tərk edə bilərsiniz. Siz qulsunuz, amma nəfsinizin yox, yalnız Rəbbinizin qulusunuz. İradə məktəbi məhz budur. İndi gəlin bu öyrəndiklərimizi qəlbimizə yerləşdirək. Gözlərinizi yumun. Özünüzü cəmiyyətin içində həm dindar, həm də gülər yüz, rəhimli bir insan kimi təsəvvür edin. Və qiyamət günü o böyük, oruc tutanlar haradadır səsini eşitdiyinizi xəyal edin. Dini özünüzə zindan etməyin. Əbu İsrailin hekayəsini xatırlayın. Oruc tutarkən özünüzü ətrafınıza yük etməyin. Agressiv olmayın. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dediyi kimi kölgəyə keçin, insanlarla gözəl danışın və orucunuzu sevinclə tutun. Qulağınızı, gözünüzü və dilinizi oruclu tutun. Səhər oyananda sadəcə mədənizi bağlamayın. Qərar verin. Bugün mənim dilim qeybət etməyəcək. Bugün gözüm harama baxmayacaq. Mən qəlbimi təmiz tutacam. Kimsə sizi əsəbləşdirsə, mən orucluyam deyin. Orucu əmələ çevirin. Çadır quran, dostlarına xidmət edən səhabələr kimi aktiv olun. Külək kimi cömərd olun. Bir fəqirin süfrəsinə su damlası olun. Ər-Rəyyanı hədəfləyin. Hər susadığınızda cənnətin o xüsusi qapısını düşünün. Səbr edin. Mükafatınız sonsuzdur. Əgər bu video sizin oruca olan baxışınızı dəyişdisə, qəlbinizdə yeni bir təmizlənmə həvəsi yaratdısa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, bu mənəvi səfərimizə birlikdə davam edək. Və rəy bölməsində bugün Allaha olan nidanızı və təvəkkülünüzü bildirmək üçün bu cümləni yazın. Allahım, bizə yalnız mədəmizlə deyil, bütün varlığımızla sənin üçün oruc tutmağı nəsib et və bizi Ər-Rəyyan qapısından keçir. Süfrəniz bərəkətli, əxlaqınız Quran əxlaqı, oruclarınız qəbul olsun. Hələlik, Allah amanında.